Salam qızlar, hər vaxtınız xeyir. Gəlin bugün birlikdə ıslaq kek hazırlayaq. 2 ədəd yumurtaya 1 paket vanil, 1 stəkan şəkər tozu əlavə edib yumurta ağarına qədər çırpıram. Daha sonra 1 stəkan duru yağ, 1 paket kakao əlavə edib yenidən çırpıram. Nəzərə alın ki, bütün ərzaqlar otaq temperaturunda olmalıdır. Burada biraz qab fırlanır, çünki telefon tutduğum üçün bir əlimdən çətin olur belə. Daha sonra 1 stəkan süd, 1 paket qabartma tozu və 2 stəkan yarım un əlavə edirəm. Unu hissə tökə bilərsiniz. Elə sizin üçün də rahat olacaq. Kekin kıvamını nəzərə ala bilərsiniz. Burada göstərirəm kekin kıvamı necə olacaq. Nə duru, nə qatı. Sos üçün isə 1 stəkan süd, 2 yemək qaşığı kakao, stəkan yarım isə pesoq əlavə edirəm, yəni şəkər tozu. Kekim çıxıb da dilimləmişəm. Sosu üzərinə töküb soğumağını gözləyirəm. Burada oje kek hazırdır. Görünüşü möhtəşəmdir, dadı möhtəşəmdir. Sizdən bol-bol yorum, videomu bəyənmənizi xahiş edirəm. İnşallah ki, siz də pişirib dadını bəyənərsiniz.